7 qiraat deməli, baxın bura 2 cümlə var ha. Quranın bir qiraatda oxunmasını göstərən və yəni bir qiraatda oxumaq olmaz. Neçə növ oxumaq icazə verilir? Və bunun əksi 7 qiraatı inkar edən, yəni digər kitabın içində 7 qiraat oxumağı dəstəkləyənlər də var, bir qiraat oxumağı dəstəkləyənlər var. Bu deyir ki, 7 qiraat, bu deyir kitabın içində 2 növ hədislər var. 7 qiraatını oxu, bir qiraatını oxu. 5. Yemen bəhsində İmam Baqirdə Məsələ nəql edən hədislər Quranın 7 hərfdə nazil olduğun danır, inkar edirdi, yalandır o. İmam Sadiq, İmam Baqirdə bu hədisi dedimək səhvdir. Mərhum Ələmən Təbə-Təbai deyir ki, Əhrəf-i Səbəə məzmunlu hədislərin şərhi barədə böyük fikir ayrılığı vardır. Belə ki, bu barədə 40-a yaxın nəzər var. Lakin işi az 7 qiraat var ha. İndi Asimin qiraati, Həmzənin qiraati, Əbu Nafi'in qiraati, Kəsan qiraati, kimin. İndi bunlar həqiqətən nə qədər doğrudular. Bizim inşallah dərsimiz olacaq Quran qiraətləri və ya təcvidin şəriətdə və tarixdə rolu, nə vaxt yararını filan inşallah oxuyacaq. Və ümumiyyətlə bizim haqqımız varmı ki, Allah kitabı bir də kitab göndərib. Biz o kəlməni 2 cür oxuyaq. Yazıb Azərbaycan. Sən bu zıya cı deyə bilərsən, Azərbaycan. Mən deyəmirəm, çünki dilim alışır zıya. Azərbaycan, bu c-la, c-la, c-la deyə bilərsən. Yox, niyə? Söz budur da, orijinal budur. Olmaz. Sən niyə bəs Quran sözünü dəyişsən? Oxur qari. Bismillahirrahmanirrahim. Gözəl təcvid, muğam sözümüz yox. Və şəmsi və zə hə. Əbl e hərfi var, adi möhtərəm qari. Əbl e var. Soru sual soruşuram. Yox, ha saatlər var. Ə, i, u. E saati var onlarda. Yox. Və niyə oxursan eynə? Allah orada he yazıb. Yoxsa hə yazıb. Hə yazıb. Və niyə he oxuyursan? Nə olsun 7-dən qari? Biz bilərik. Elm üçün bilək. Çal keçərik. Mənim kitablar var. Bilək. Amma tətbiq etmə olmaz. Elə şey var ki, əməlidir. Elə şey var ki, nəzəridir. Bilirsən ki, su olmayan yerdə sən nə edirsən? Təəmməlsən. Sən kosmosdasan, başına o kosmonavtın papaqlarından, geyimindən. Namaz qılmazsan, açıq havadasan. Qiblə yoxdur da, haraya ora qiblət. Çünki Kəbə sənin ayağının altındadır. Orada axtarırsan qibləni. Uğraşmıyız yox. Hə, su yox. Alsan təmim, hə. Necə alacaqsan? Belə. Qasqa öləcəksən sən. Bu, nəzəri fətvadır, əməli deyil. Biz elm ünvanında biləcəyik. Falan məsələ var. Təcriddə bizim o sözlər var, deyə. Məsələn, kəlmə o-la oxuna bilər, iqzı, imzu, ya 5-6 söz. O, tətbiq eləmirik. Elm üçün bilə bilərik. Bilək, əla, filan. Amma tətbiq olmaz. Hədis var, Əleyhisselam deyir ki, hiləni bil, amma hilə işlətmə. Bil hilə, bilgiyin olsun, göz açıq ol. Sən bunu belə desən, sən inanacaq, ona sən gəlirin var. Düzdür? Bil, amma hilə işlətmə. Yəni, göz açıq olmalısan. Əfəl mömin olmaq olmaz ki, zirə münafiq səni aldacaq. O üçün deyir, bil, göz açıq ol, amma bu deyir ki, sən eləyəsən hiləni. Elmin olsun, laf gözəl. Bil ki, həmsə filan ravi, filan qari, məsələn, belə oxuyub. Hə, yox, Allah ruhunu şad olsun. Mən onu oxuya bilərəm? Deyirəm ki, yox. Niyə? Çünki axı bir stildə, bir növ gəlib. Mən niyə onu belə artırım, belə əskildim? Biz bəzən, açıq deyim, özümə deyəm də, fərqli görkəmlərimiz üçün hoqqa çıxadırıq. Mərsələrimizdə, rozaxanlarımızda, nə bilim, qiraətlərimizdə, nə bilim, hətta bu günləri hicaba, necə məsələn, mod verildiyi kimi, saqqala da modlar verilir, görmüsünüz. Elə verilir ki, yəni, üzrəsəm, cəvliyən olur da. Moşə qətib bu səntərdir. Sənin dindar görkəmin olmalıdır. Sənin ruhani görkəmin olmalıdır. Sənə baxanda, bəlkə, məsələn, bu tələbə ruhani oxşur bu. Mələsə uşağıdır, mələsə oxuyub. Baxanda bilinir.
sənin o ab-havan deyim, görkən üçün yoxsa nələ belə məsələn o qaşa belə çapıq qoyurlar, qaşa. Çapıq qoyasan burada, nəlim belə eləyəsən, olmaz belə şeylər. Görkəm olmur. Çünki biz ağır da olsa biz dinin təqdim edirik cəmaata. Bizim görkəmimiz birinci şərtdir, dinimiz barəsində yaxşı və ya pis təəssürat cəmaata verməliyimizdə. 2 dəqiqə qala vaxtımıza, qutaraq bunu inşallah. Mərhum təbəttəvadır ki, 40 dənə nəzər var. Lakin iş asanlaşdıran budur ki, bu hədislərin özünün əhrif-i səbəənin mənası açıqlanmışdır. Bəzi hədislərdə əhrif-i səbəə belə açıqlanır. Əmr, zəcr, tərğib, tərhib, cədəl, qəsəd, məsəl. Bəzi hədislərdə bir gün əksinədir. Bildiyi ay mərhum, axı bu hasın qəbulləyi. Deyir, zəcr, əmr, halal, haram, möhkəm, təşabih, əmsal. Var desə ki, 14 dədir, bu 7, bu 7, 14-ün qəbulü. Deyir, 7 dədir, 2 də tip hədislərdir və 3 tipdə oxuduq biz. 3 də fərqli-fərqlidir. Yəni, Quran-ı Kərim hası mövzu danışır. Cəmin 7 dənə yeri var, amma 14 dənə adam var. Hasan qəbulli. Odur ki, 7 hərf ifadəsini xitabın qismləri və bəyanın növləri kimi mənalandırmaq lazımdır. 7 hərf, yəni xitabın qismləri. Xitab nədir? Ey iman etənlər, ey əhli kitab, ey nələm kafir, bu da xitablar. Allahın müraciət etdiyi 7 növ təbəqə. Və bəyanın növləri. Allah da Quran-ı 7 növ bəyanlayır. Haramdır, haramdır, aydındır. Bu mənada. 7 növ, 7 hərf bir mənada ortaya çıxdı. Bir mənada ortaya çıxır ki, 7 hərf. Yəni 7 növ Allahın çağırış üslubu. Bu qədər. Allah ilimizi artıq etsin. Amin. Allahümme salli ala Muhammed və al Muhammed və accil faracahum.